Kim daha çox Allahın qapısına yönəlir? Kim daha çox günahlarını etiraf edir, səhvlərini etiraf edir? O adam ki, Allahın mehribançılığını dərk eləyib. Bəzisi Allahın qapısına göz yaşı tökür, sonra belə deyir, görəsən Allah mənə nəzər elədi. Mən bilmirəm, bu adamlar Allah'a nə təsəvvür eləyirlər. Sənin nəzərində Allah bu qədər qəddardır, yəni Allah'ı nə hesab edirsən? Sənin ürəyin bir balaca narahat oldusa ona bəsdir. Allah deyir, bağışladım, tez bağışladım ki, narahat olmayasan. İndi insafla cavab verin. Biz bunu dərk eləmişik oradan. Məncə dərk eləməmişik. Biz bunu dərk eləməmişik. Biz elə bilirik ki, Allah bizi vurmağa fürsət axtarır. Bizi əzməyə fürsət axtarır. Allah Quranda bəs cəhənnəmdən niyə danışır? Gəlirik əsas sözlərin üstünə. Mühasibə mövzumuz yavaş-yavaş yekunlaşır. Gələn həftələrdə bitir. Bəs Allah bizi cəhənnəmlə niyə təhdid eləyir? Niyə cəhənnəmlə danışır? Özdə bu qədər danışır. Bir budur ki, keçmişdə bunu demişəm. Bir budur ki, cəhənnəmdən danışması keçmişdə yadınızdaca demişəm. Elə məhəbbətin ifadəsidir. Ana balasını evdən yola salanda görmürsünüz, deyir, ehtiyatlı ol, yolu keçəndə. Ağla gəlməyən problemlər düşünür. Ana deyir, filan şey olar birdən, adamı gülmək tutur ki, da bu qədər də yox. Cəhənnəmdən danışması ananın fəryadı kimidir ki, diqqətli ol. Bu birinci məsələ. İkincisi, əsas da mövzumuza aid olan budur. Allah Quranda cəhənnəmdən çox danışır ki, duada biz cəhənnəm vasitəsilə Allahla eşqbazlıq eləyə biləyik. Allah Quranda cəhənnəmdən çox danışır ki, duada Allahla cəhənnəm vasitəsilə eşqbazlıq eləyə biləyik. Dualarda böyük adamlar cəhənnəm vasitəsilə Allahla münacat eləyir, eşqbazlıq eləyir. Körpə uşaq necə ağlayır, deyir, uf oldu əlim. Bilir ki, ana o saat nəvaziş eləyəcək. Taqəti yoxdur axı dözməyə. O saat nəvaziş eləyəcək. Nəvaziş istəyən kimi narahatçılıq fikirləşir. Onun vasitəsilə ananın ürəyinə əl alır. İnsan da cəhənnəmdən danışır duada. İlahi qorxuram ya oddan, cəhənnəmdən qorxuram. Nə üçün? Allah nəvaziş eləsin. Başına sığal çəksin. Ürəyin alsın. İlahi qorxuram, o cəhənnəmdən qorxuram, narahatam. Allah da desin, əzizim, qorxma, səni ora aparan yoxdur. Sən hara, ora hara, sənin orada nə işin var, cəhənnəm hara, sən hara. Bu da keyf eləyir. Bu da bundan ləzzət alır. Bu keyfi almaq üçün Allah cəhənnəmlə danışır, özü şərait yaradır, mühit yaradır ki, biz nəyəsə söykənib ona naz eləyək, ondan nəsə istəyək.